Kitab oxumağı vərdiş halına gətirmək istəyənlər üçün 5 tövsiyə. İlk olaraq oxumaq üçün 1 saat 50 səhifə kimi böyük hədəflər yox, daha kiçik, gün ərzində 10-15 səhifə və yaxud da ki 15-20 dəqiqə oxumaqla başlamalısınız. İkinci olaraq daha kiçik həcmli kitablarla başlayın, çünki bir kitabı bitirmək digər kitabı başlamaq üçün sizə motivasiya verəcək. Növbəti kitab oxumağa yeni başlayanların etdiyi səhv hər kəsin oxuduğu və tövsiyə etdiyi klassikalara başlamaq olur və başlanğıc üçün bu cür klassikalar oxumaq bəzən çox çətin gələ bilir və kitabı yarıda saxlamalı olursunuz. Düşünün ki, Dostoyevskinin Suç və Cəza kitabı çox qəşəngdir və mənim tövsiyə etdiyim kitablardan biridir. Amma siz bu kitabla mütaliəyə başlasaz, yarım saxlamaq və anlamamaq, mütaliəyə davam etməmək istəyiniz çox böyük olacaq. Nəinki Agatha Christie'dən bir detektiv kitabı seçib oxumaq. Növbəti mənim ən faydalı hesab etdiyim vərdiş hər zaman kitab daşımaqdır. Nəqliyyatda, növbədə, dərsdə, işdə boş zamanlarda 20 dəqiqə, 10 dəqiqə kitab oxumaq sizə gün ərzində və ay ərzində nə qədər kitab oxumaya vasitə olacaq. 2021-ci ildə mən təkcə nəqliyyatda 40-45 kitab oxuya bilmişdim və bu həddən artıq çox gözəl göstəricidir. Və son olaraq yatmazdan öncə mütləq kitab oxuma rutini yaradın. Təsəvvür edin ki, yatmazdan öncəki 20 dəqiqəni telefon istifadə etmək beyninizdə stres və keyfiyyətsiz yuxuya səbəb olursa, həmin 20 dəqiqəni və yaxud da ki, 20 səhifə kitab oxumaq sakit bir beyin və keyfiyyətli yuxuya nəticə verəcək. Həmçinin bu növbəti günü daha gözəl, daha gümrah başlamağınıza əla vasitə olacaq. Bəs sizin kitab oxumağa yeni başlayanlara tövsiyəniz nə olardı?